Bioloji aktiv qida məhsulu xəstəliklərin müalicəsində istifadə edilə bilər. Xeyr, bioloji aktiv qida məhsulları dərman vasitəsi deyil, xəstəliklərin müalicəsində istifadə edilə bilməz. Bioloji aktiv qida məhsulları qida rasionunu zənginləşdirmək məqsədi ilə nəzərdə tutulan qida məhsuludur. Kapsul, tablet, ampul, damcı və digər analoji formada olmaları bəzən dərman təəssüratı yaratsa da, tərkibləri qidalandırıcı, fizioloji təsirə malik olan nutrient və digər bioloji aktiv maddədən ibarətdir. Bioloji aktiv qida məhsullarını qəbul etməzdən əvvəl tərkibləri haqqında məlumat əldə etmək tövsiyə olunur. Qanunvericiliyə əsasən həmin məhsulların qablaşdırılmasında bioloji aktiv qida məhsulu olduğu, istifadə qaydası, tərkibində göstərilən komponentlərin beynəlxalq adları, aktiv komponentlərin miqdarı və istehsalçı tərəfindən tövsiyə olunan gündəlik qəbul etmə dozası göstərilməlidir. Qeyd edək ki, bioloji aktiv qida məhsullarının emalı və dövriyyəsinə yalnız dövlət qeydiyyatı aparıldıqdan sonra icazə verilir. Qablaşdırmada əmtəə nişanı ilə yanaşı tövsiyə olunan yaş aralığı da öz əksini tapmalıdır. Aldığınız bioloji aktiv qida məhsullarını qablaşdırmada göstərilən şərtlər daxilində saxlamaq vacibdir. Unutmaq olmaz ki, bioloji aktiv qida məhsulları normal qidalamanı əvəz etmir.